Herkese salam. Bugün sizinle çoxsaylı istekləri nəzərə alaraq başdan sona Temu sifarişi necə olmalıdır, onları bölüşəcəm. Diqqət etməli olduğunuz məqamlar nələrdir və hansı mövzular üzərində daha diqqətli şəkildə yanaşmalısınız? Gəlin birlikdə keçid edib baxaq. İlk öncə telefonunuza Temu tətbiqini əlavə edirsiniz. Temu tətbiqini telefonunuza əlavə etdikdən sonra isə siz hər hansı bir məlumat xarakterli öz profilinizi yaradırsınız. Burada isə əsas məsələ sizin məlumatlarınızı, ünvan, ad, soyad kimi məlumatlarınızı düzgün şəkildə qeyd etməyinizdir. Ən önəmli məsələ isə çalışın qeydiyyat zamanı istifadə etdiyiniz nömrəniz hər zaman aktiv olsun. Əvvəlcə Temu tətbiqini telefonunuza əlavə edirik. Daha sonra qeydiyyat prosesini tamamladıktan sonra isə siz artıq seçim etdiyiniz məhsullar haqqında geniş araşdırmalar edərək, burada əsas məsələ məhsulun rəy bölməsində qeyd olunanların yox, məhsulun detallar hissəsində məhsul haqqında qeyd olunan məlumatlardır. Bəzən rəylərdəki mənfi və müsbət fikirlər siz almaq istədiyiniz məhsulla bağlı çox yanılda bilər. Ən əsas məsələ isə məhsul seçimi etdikdən sonra məhsul haqqında məlumatları, ölçülərini dəqiq şəkildə baxıb, o şəkildə səbətə əlavə etmək lazımdır. Çox təəssüflər olsun ki, son zamanlarda Temu sifarişlərində ölçülər diqqət olunmadığı üçün çox saylı səhv gələn sifarişlər ilə qarşılaşırıq. Daha sonra isə Temu sifarişi seçim etdiyiniz məhsulları səbətə əlavə etmək ilə proses davam edir. Burada isə siz Temu sifarişi etdiyiniz məhsulları səbətinizdə təsdiqlənmə düyməsi vasitəsilə seçim edirsiniz. Əgər istifadə etdiyiniz hər hansı bir endirim kodu mövcud deyilsə, o zaman siz Temu sifarişlərini minimal olaraq 30-35 manat dəyərində sifariş etmə hüququna maliksiniz. Təsdiqlənmiş səbətdə sizdən kart məlumatlarınızı tələb edir. Kart məlumatlarınız hissəsində isə kartınızın məlumatlarını qeyd edirsiniz. Çalışın kart məlumatlarınızı qeyd etdiyiniz zaman hər zaman güvənlik keçidlərinə diqqət edəsiniz. Daha sonra isə burada siz məhsulu haradan götürmə haqqında seçim edirsiniz. İkinci proses isə Azərbaycan Gömrük tərəfindən sizə təqdim olunan Smart Custom tətbiqidir. Siz Smart Custom tətbiqini telefonunuza əlavə edib və əlavə etdiyiniz Smart Custom tətbiqi içərisində sizə məxsus olan daha dəqiq və həqiqi məlumat bazanız ilə giriş edirsiniz. Məsəl üçün, siz bura şəxsiyyət vəsiqənizin fin və yaxud da digər rəsmi hər hansı bir sənəd vasitəsilə daxil ola bilərsiniz. Və siz bura daxil olduqdan sonra isə ay ərzində limiti keçməmək şərti ilə istədiyiniz ölkədən istədiyiniz məhsulu bəyannamə vasitəsilə ölkə gömrüyündən keçirdib əldə edə bilərsiniz. Temu sifarişləri bir neçə gün keçdikdən sonra sizə SMS və yaxud da WhatsApp vasitəsilə məhsulunuzun bəyan olunması ilə bağlı bildiriş göndərəcək və siz bu bildirişi gördüyünüz təqdirdə Smart Custom tətbiqinə daxil olaraq məhsulunuzun haqqında məlumatları qeyd edərək, hansı ki məhsulunuz hansı kateqoriyadandır və sifarişiniz içində hansı məhsullar qeyd olunub formasında blankı dolduraraq məhsullarınızın artıq digər gedişatına start vermiş olursunuz. Və məhsullarınız Smart Custom tətbiqində bəyan olduqdan sonra isə istər məhsulları Temu sifarişlərin bölməsindən, istərsə də Smart Custom bölməsindən rahat şəkildə izləyə bilərsiniz. Və məhsulların sizə gətirilib çatdırıldığı müddət 5 gündən 30-35 günə qədər dəyişə bilər. Ən önəmli məsələlərdən biri isə məhsulunuz əlinizə təqdim olunduğu zaman, yəni məhsulu əldə etdiyiniz zaman qırılmış, sınmış bir məhsul olaraq sizə təqdim olunarsa, bu zaman isə siz məhsulunuzu götürdüyünüz zaman bunu birbaşa olaraq Temu əlaqə bölməsi və yaxud da Temu sifarişlərin iade bölməsi vasitəsilə qeyd edirsiniz. Qeyd etdikdən sonra isə siz Temudan istər məhsulların sizdə qalmaq şərti ilə, istərsə də əgər uyğun bilərlərsə, məhsulun daşıyıcı şirkət tərəfindən iade olunaraq yenidən ödənişin sizə geri qaytarılma prosesi də tətbiq oluna bilir. Ona görə də çalışın Temu sifarişləri və digər hər hansı bir alış-veriş saytlarından, xarici ölkədən gətirdiyiniz məhsullarda önəmli məsələlərə və önəmli nüanslara mütləq şəkildə diqqət edəsiniz. Hər kəsə xoş alış-verişlər. Növbəti videolarda görüşmək üzrə.